Bəli, bizi dinləyən hər kəs salamlayıram. Qarşıda çıxış eləyir. Mən Məmməd Otural və qismət olsa bugünkü dərs izah müddətində qarşınızda olacağam. Bugün isə öyrənirik Kaderodan 13.2 bölməsini. Burada söhbət HTML dilinə aid olan suallardan gedir. Hansı ki, kanalda 13.1 Kaderodan olan sualların da izahı artıq mövcud. Qeyd edeyim ki, burada biz bütün sualları izah eləmirik. Əsasən tələbələrin sualları olan sualları izah edirik. Amma digər sualları da öyrənmək istəyirsə, onların sizin nömrələrini yazmanız kifayətdir ki, biz onlara da izah istifadə edə bilərik. İndi, getdik. 1-dən 10-a qədər 13.2-də səhv olan. Deyin gəlsin. Yoxdur 1-dən 10-a qədər səhv. Heç kəsdə. Kamran səndə. Yoxdur ki. 7 Ondan məndə. səhv olan. 11. Deyir ki, 11 məndə də var. göstərilmiş HTML koduna əsasən bu web səhifə haqqında doğru olmayan fikirləri müəyyən edin. Gəl baxaq görək ümumiyyətlə burada doğru fikir hansıdır, doğru olmayan fikir hansıdır. İndi birinci deyir ki, burada nizamlanmış siyahıdan istifadə olunmuşdur. Bax, mən sizə bayaq sualcaqda soruşdum ki, nizamlanmış siyahı nə ilə qurulur? O-L-lə. Çünki nizamlanmış, nömrələmiş deməkdir. Amma burada nədir? U-L-dir. Deməli, bu doğru deyil. Amma məndən elə nə istəyir? Doğru olmayanlar. Deməli, bunu götürdüm. Bir götürəcəm. Səhvliyi götürəcəm. Arxa fona rəng təyin olunmuşdur. Bəli, doğrudan da basic color vasitəsinin arxaya rəng təyin olunur. Bu hansı rəng olar? Deməli, 00, FF, FF. Burada yaşılla mavini birləşdiriblər. Yaşılla mavini birləşdirən hansı rəng əmələk gəlir? Yox, siyan. Siyan adlanılan belə qəribə bir rəng. Boza çalırsan ki, orada görə bilərsiniz. İndi, deməli, bu doğrudur, bu getdi. Doğru olduğu üçün getdi və mən artıq bunu tariyə almayacam. Cədvəldən istifadə olunmuşdur burada. Cədvəlin hansı teqlə qurulur? Table. Burada table görəm. Yox, onda deməli, 3-ü də götürürəm, səhvdir. Keçid olunacaq istinada boz rəng təyin olunmuşdur. Bu əslində bozdur. Bizim proqram daxilində olmasın belə, bu bozdur. Ona görə bu düzdür, getdi. Əks olunacaq mətnlərə rəng təyin olunmuşdur. Sonra, bizim qarışdırdığımız sənədən ibarətdir. Mən də bir xəttə yolladım. Burada deyir ki, keçid olunacaq istinada rəng verilmişdir. İstinada rəng veriləndə bəyəm tekst istifadə edirlər? Yox, nədən istifadə edirlər? Linkdən istifadə edirlər. Link var mı burada? Yoxdur. Deməli, link üçün rəng təyin olunmuyor. Təyin olunan nə üçün olan rəngdir? Mətinlərin rəngidir. Mətin rəngi zaten nə ilə verilir? Bayaq sualcaqda soruşmuşdum Murad. Tekstlə verilir. Deməli, burada düz olan hansıdır? 5-dir. Səhv olan hansıdır? 4-dür. Mənə nələr lazım idi? Səhvlər 1, 3, 4. Elə çıx cavab. Həmişə cavab düzgün variantlarda qabağında yazın ki, bunu müəyyənləşdirə bilək. 11-dən sonra 12 dediniz. Teqlərin atributları dedikdə bunlar nədir? Atribut sən nədir? Məsələn, bax, fikir verin burada. Body'nin içində nə işlətmişəm? Base colon, text. Bax, bunlar body teginin atributlarıdır. Özləri konkret müstəqil teg deyil, amma tegin içində nə olmur? İstifadə olunur. Gəl görə indi hansılar olacaq? Aslan bağlanan kvadrat mörtəzi arasında yazılanlar deyir. Tegin açar sözündən və ya bir-birindən boşluq ilə ayrılmış əlavə açar sözlər. Bəli. Bu daha uyğun variantdır. Digərlərinə baxıram. Açılan və bağlanan mörtəzi arasında yazılanlar. Açılan və bağlanan mörtəzi arasında yazılan kodlar. Yox. Teglərin əks etdirdiyi görüntülər. Ən doğru cavab B variantı. Hər ehtimala cavabı baxın. Sənin kitab yox idi burada. Aç arxasına baxdı cavab. Hər ehtimala baxaq. Formalda gəlməyin, amma hadisa görməyim. Bilirəm, mən fikir gələcəm onu. Amma nəsə? 13.2 qərar. Bəli, 12. Bəli. Sonra uşaqlar. 12-dən sonra 15-ə qədər.
13 müəllim. 13. HTML-də yazılmış aşağıdakı fraqmentə əsasən doğru fikirləri, bax həmişə doğru yanlışın altından bir xətt çək. Doğruları tapmalıyıq. Deyir ki, sütunların sayı 3-ə bərabərdir. Mən sütunları necə sayırdım? TH-ları saymaqla sayı sütunların sayını göstərir. Amma hər halda bunların hər hansı birinin sayı, bu TD-lərin hər hansı birinin sayı TH-dan çox olarsa, onda artıq biraz şübhə yaranır. Və hansında çoxdursa sayı o olaraq tutulur. Amma indi hamısı 3-dür deyə, əslən belə olur, hamısı 3 olur. Hamısı 3-dür deyə, neçə sütun var? Elə 3 sütun var. Və sətirlərin sayı desəydi, nəyə sayardın? TR-lərin neçə TR cütü var? Bir dənə, ikinci TR cütü, üçüncü, 4 dənə var. dördüncü. Deməli, sütunların sayı 3-ə bərabərdir, düzdür. Təklif edilən ən aşağı qiymət 16 dollardır. Bax, fikir yəni uşaq. Şirkət, bəli, 14 dollar. Təklif edilən qiymət, əlavə xərclər. Təklif edilən qiymət neçənci yerdə dayanır? İkinci yerdə. Deməli, mən o 14-ü neçənci yerdə görməli idim? İkinci yerdə. Amma neçənci yerdə yazılır? Üçüncü. Deməli, bu doğru deyil. Təklif edilən ən aşağı qiymət bu qədərdir. Düzdür, səhvdir. Baxıram, burada belə təklif olunub, burada belə, burada belə. Bəli, düzdür. Ən aşağı qiymət budur. Çünki qiymət ikinci yerdə göstərilməlidir. Sətirlərin sayı 3-ə bərabərdir. Xeyr, 4-ə bərabərdir. Cədvəlin 12 xanası var. Bəli, necə tapıram? 3 vur 4. Sətirlərin sayını sütunlara vururam və tapıram. Deməli, doğru cavab 1, 3, 5 qəşəng. Y varam. Aydın oldu? Sonraki sualınız. Sürətli oluruq. 13-dən sonra 14 var. 16 var. 18 var, bir də 16 var dediniz. Yaxşı, 16-ya baxın. Şolar, yenə diqqətlə baxsaq görərik ki, burada neçə dənə sətir var? 3 dənə sətir Üç var. sətir. 3 dənə sətir var. Bəs neçə sütun var? 1, 2 dənə sütun var. Həmən, niyə çaşdın? Sütunlar axı TH-dan göstərir. Burada 2 dənə TH sütun var deyə hər birində. Burada deməli 2 dənə sütun var. Bax, TD-lər də 2 dənə göstərir. 2 dənə sütun, amma 3 dənə sətir var. Deməli, mənim də cədvəlimdə 3 dənə sətir, 2 dənə sütun olmalıdır. Burada neçə sətir var? 3 sətir. Neçə sütun var? 3 sütun var. Getdi. Burada bu da sətir. Getdi. Niyə? Çünki 3 dənə sətir var, sütunların sayı 1, 2, 3, 4 dənədir. Lap sondan ikincidə. Bu A-dır. Bu B-dir. Bu C-dir. 3 dənə sətir, amma 2 dənə sütun. Bəli, doğru cavab C-dir, doğrudan da. Çünki sətirlər bu üfüqi olanlardır, soldan sağ olanlardır. Bunlar 3 dənədirlər, amma yuxarıdan aşağı olanlar sütundur. Onlar isə 2 dənədir. Deməli, doğru cavabımız C olmalı. Bu imtahan suallar, şala diqqətli olun. Belə suallar cədvəldən hər il bir sual düşür. Hər il. Düşmədiyi olmuyor. Bəli. Bunlardan nisbətən asan düşür, amma yəni bu da düşür. Get-gedən olsa imtahan suallar təsvir edir ki, çətinləşir. Amma biz də ona uyğun olaraq biliklərimizi get-gedə artırıq deyə bir problem yaşamır. Amma yenə də hər şey ola bilər. Bizə nəyə bənzəyir? Biri var riyaziyyatın 2010-cu il qəbulu, biri var 16-cı il. Arada fərq hiss edirsiniz. Şifakədə fərq var. 16-dan sonra 20-yə qədər səhv olan. Murat, sənin səhvin yoxdur balam. Sən niyə sual vermirsən? 19 var. Var müəllim, 19-dur. 19-a qədər yoxdur, 18 dediniz. Deyir ki, HTML dilində yazılmış fraqmentə əsasən doğru fikirləri müəyyənləşdirir. Deyir ki, siyahının riyaziyyat adlı elementi nizamlanmış formadadır. Bir şeyi nizamlamaq nömrələmək deməkdir. Riyaziyyat hardadır? Buradadır. Nəyin arasındadır? O el neyini nizamlayır. Deməli, düzdür. Siyahının ümumi olaraq 4 elementi nizamlanmış formadadır. Nizamlanmış olan hansıdır? OL-dir. Burada OL-də olan neçə element var? Yox. 1, 2, 3 element var. Başqa yerdə OL varmı? Yoxdur. Deməli, cəmi 3 obyekt nizamlanıb. Burada isə nə deyir? 4 obyekt, deməli, səhvdir. Siyahının informatika və musiqi elementi nizamlanmış formadadır. Yəni, nömrələnmiş olmalıdır. Hansı? İnformatika və musiqi. Baxıram, görüm, informatika ilə musiqi nəyin içindədir? UL-in. Bəyəm UL nizamlayırdı?
Xeyr, nişanlayırdı. Ona görə bu da səhvdir. Verilən fraqmentə əsasən ümumi 7 element nizamlanmamış formadadır. Baxıram görüm, nizamlanmamış hansıydı? Bu idi. 2 dənə burada, sonra 4 dənə burada, bir dənə də burada, 7 dənə elədi. Deməli, düzdür. 5-ci, fizika və rus dili adlı elementlər nizamlanmamış formada eyni siyahıdadırlar. Fizika və rus dili eyni siyahıdadırlar. Bəyən fizika ilə rus dili. Xeyr, fizika başqa siyahının içindədir. Rus dili başqa siyahının içində. Deməli, bu da getdi. Doğru cavab 1 və 4-dür. Sən hər ehtimal ki, cavabı yoxlar. Bu cavabı var. Hər ehtimal Allahın işidir. Bir dənə çaşaraq, yanlış məlumat verdim. İndi eyni uşaqlar var ki, metazlığa getmiş. Videolardan falan dərsin. Evet. Bəzi hallarda kitabda səhvlər var, amma indi biz müəyyənləşdirə bilərik də. Gördük ki, məsələn, bizim yazımızdan oradakı üstə düşmür, orada bir dənə də baxarıq. Görə indi biz mi düz deyirik, yoxsa kitabın cavabı budur. Təəssüf ki, yenə deyirəm. Orada səhv suallar var. Onlar tamamilə aradan qalır. 19-cu sualdan bəli, 19 səhvçi o zaman baxaq. Şəkildə verilmiş cədvəli qurmaq üçün doğru kodu deyil. Neçə sətr var? 2 neçə sütun var? 4 dənə. Deməli, neçədən teor olmalıdır? 4 veya 2 dənə. 2 dənə. Neçə TH olmalıdır? 4 4 dənə. Baxın ki, burada neçə TH var? 1, 2, 3, 4. Cavab A. Bəli. Neçə o birlərə baxmalıyıq. A'da gördük. 19-dan sonra. Başa düşdün. 22-yə qədər var. Murad və Kamran və Xəyal. Məndə də 22-dir. 21. Web brauzerdə aşağıdakı cədvəlin əks olunması üçün doğru yazılan o da müəyyən yenə doğru yazılır. Diqqətlə baxaq görək uşaqlar. Bu sualda məncə kiçik bir problem var idi, amma baxaq görə yenə də o problem qalmaqdadırmı, yoxsa var mı? İlk ad, soyad, maaş. Bunlar nəyin içindədir? Kanalın içində necə yazılıb? Qalın. Deməli, bunlar nəyin içində yazılıblar? B'nin içine yazılır. Ya B'nin içində yazılıb, ya da TH-ın içində yazılıb ki, belədir. Çünki TH T-dən fərqli olaraq qalın yazılıb, T-də adi yazılıb. Ya bu qalında yazılıb, birbaşa TH-da yazılıb, ya da B-nin içində TD-də yazılıb. Burada deyir ki, TH-ın içində yazılıb ad, soyad, amma maaş nəyin içində deyil? TH-ın içində deyil. Belə yazmaq olar mı? Olmaz. A variantı. Eynisinə baxıram. TD-dən başlayır. Bəyən bu Güneldən başlayır. Birinci sətdir. Yox. Ad, soyad, maaşdan başlayır. Burada nədən başlayır bəs? Günel Əliyevadan başlayır. Xeyr. Günel Əliyevadan başlamır. TH niyə axıda gəlsin? Gələm digərinə. Ad, soyad, maaş. Hər ikisi nəyin arasındadır? Yaxşı. Problem var mı? İkinci sətdə deyil, nə var? Günel Əliyeva 700 yazın. Görək doğrudan da Günel Əliyeva da 700 yazın. Bəli. Üçüncü də belədir. Fazil Kərimov 1300 yazın. Fariz Kərimov 1300 yazın. Səhv var mı? Yox. Buna doğru cavab nədir? B deyil. Biraz şəkli yaxşı qoymayıblar. Bu əslində C-dir. Onda sıranın nə baxmaq lazımdır? 100%. Bu birinci gələn A-dır, ikinci gələn şəkil B-dir, üçüncü gələn şəkil C-dir. Normalda bunu belə vermirlər, biraz sərgəs verir. Normalda bunun planetlər aşağısında olur. Yəni ki, orta dərəcə birinci rəssamlar işlər Bəli, bəli. Y variantında yaddan sağlıqlar, yəni gələşmir. Sonra, 21-dən sonra 22 müəllim. 22. HTML dilində yazılmış fraqmentə əsasən yanlış fikirləri müəyyən edir. Anar, gündüz. Eltac, Aytac, Kamal. Bunlar nəyin içində yazılır? Bu yazılır. Deməli, onların qabağına qoyulacaq. Nöqtələr qoyulacaq. Nizamlanmamış. Nöqtələr. Bunlar nömrələnmişdir. Ənəvədəkilər. 1, 2, çünki OL-dir. Bunlar yenə nömrələnmişdir, çünki OL. Neçə nömrə var? 2, 3, bir dənə də aşağıda 4. Bunlar da yenə nömrələnməmişlərdir. Okey qoyaq.
Deyir ki, siyahıda anar adlı elementi nizamlanmış formadadır. Anar görək haradadır? Buradadır. Nizamlanıb mı? Nizamlanmış. Nömrələmiş, nizamlanmış edir. Doğru mu istəyir? Xeyr, nə istəyir? Yanlış istəyir. Falan. Gördünüz? Hökmən yanlış olaq. Deməli, biri götürür. Siyahının ümumi olaraq 6 elementi nizamlanmış formadadır. Nizamlanmış formada olanlar o elde yazılanlar edir. 4 dənə burada var, 2 dənə də burada var. Düzdür, amma mənə səhv lazım. Deməli, mən 1-2 olan variantları çıxacağım. Burada 1 var, getdi. Burada 1 var, getdi. Burada 2 var, getdi. Burada 1 var, getdi. Cavab artıq 3, 4, 5. Necə yoxdur, doğrudan belə deyirsiniz. Siyahının aytaç və əli elementi nizamlanmış formadadır. Aytaç və əli. Bəyəm aytaç nizamlanmışdır. Yox, çünki nədədir? UL-dədir. UL nizamlanmamış və yaxud da nişanlanmış siyahı deməkdir. Mən bu səhvdir və mən səhvləri axtaram deyə götürürüm. Verilən fraqmentə əsasən ümumi 6 element nizamlanmış formadadır. Nizamlanmamış. 6 element nizamlanmış formadadır, yoxsa nizamlanmamış formadadır? Yəni, Nizamlanmış formadadır, amma bir nizamlanmamış. Bəli, burada nizamlanmış formadadır, amma burada nə yazıbdır? Nizamlanmamış yazılır. Biz baxırıq ki, bizə nizamlanmışdır. Deməli, 4 də yanlışdır, ona götürdüm. 5. Gündüz və Türkan adlı elementlər nizamlanmamış siyahıdadır. Gündüz və Türkan haradadır uşaqlar? Türkan buradadır. Türkan düzdür sanki, amma o birisi adam kimi idi. Gündüz nə etsən? O eləyirsən, deməli bu nizamlanır. Bu da səhvdir. Mənə səhvlər lazım idi. 3, 4, 5'i götürdüm. Sonra 22'den sonra 23. Baxın, deyir ki, 1, 2 və 3-ün yerinə nə qoyaq? Diqqətlə baxın. Saytın adını nə yazılır? Anar Əhmədli. Burada da Anar Əhmədli yazılır. Deməli, burada hansı tek istifadə olmalıdır ki? Bəli, title istifadə olmalıdır ki, Anar Əhmədli düşdün yuxarı. Body'də fikir verin. Bu nəyin strukturuna oxşuyur? TR. Cədvəl yaradır. Cədvəl yaradan tek hansıdır? Ən başda cədvəl yaradan nə istifadə olunur? Table müəllim. Burada TH. Burada aşağıda TH. Amma burada table. Table-la başlamalıdır ümumi. İçindəkilər isə T-nin içində TH yazılır birincilər. Deməli, bu title'dır. Bu table'dır. Bu isə TH-dır. Aydındır? Sonra? Bəli. 13.3-də sual var. 10 səhvə qədər sual var. Yazma salarsan videonu YouTube'a qoy. Səhv. Baxın. Web səhifəyə yerləşdirilmiş şəklin ölçülərini tənzimləmək üçün niyə variantı? White, height. White şəklin neyinidir? Height uzunluğu. Ən birinci nə gəlir şəkil qoyan? Image, CRC. CRC-də şəklin adını yapışdırıram. Sonra gəlir alt. Alt nə idi? Alternativ yazı. Şəkildə bir xarablıq olsa, bir anlaşılmazlıq olsa, altda yazılan ifadə görünəcək. Alternativ yazısı. Bəli. Altdan sonra isə gəlir. White, height. White şəklin eni, height-ı hündürlüyü və yaxud da uzun. Belədir. Hündürlüyü demək daha doğrusu. Üçdən sonra ona qədər başqa səhv Rahat Kamran. Necə? 10 var, 10. Ondan əvvəl yoxdur. Xeyr. O zaman 10. Onda belə deyir. Deyir ki, A, ref, IDEO, MIDI, image, CRC, belə bir şey, şəkil, PNG. İnşallah. Mən sizə demişdim ki, A-ların arasında işlənən bu hissə nə idi? Link. Əgər linkin yerində şəkil qoyulubsa, deməli, link olan nədir? Şəkildir. Mən bu şəkilə basanda mən hansı link aparacaq? Bura aparacaq. IDEO MIDI yazılıbsa, MIDI nəyin genişlənməsidir? Mahnıdırmı, şeydir, şəkildirmi, yoxsa mətindirmi? Nədir? MIDI səsdir. Ay sağ ol, səs. MIDI səsdir. Bax, şəkil olan nədir? PNG, TIFF, PSX, sonra JPEG və s.
Taxta. Bu şəklə vuranda mənə apardığı yer musiqidir. MIDI yazın. Yazın dəftərinizə. MIDI, WAV, MP3, MIDI. WAV, MP3, MIDI şəkil fayllarının uzantısıdır. Fikir verin. Deyir ki, bu C variantına baxan internetdə olan web saytın əsas səhifəsinə gedir. Alt neydi? MIDI. MIDI, vergül, WAV, vergül, MP3, vergül, MIDI. İyisiz. C variantına fikir verin. Deyir, internetdə olan web saytın əsas səhifəsinə keçid edir. Mənim audio.midi web səhifədir. Xeyr, deyil. Ona görə C səhvdir. Lokal kompüterdəki web səhifə, yeni web səhifə səhvdir. Lokal kompüterdəki qrafik fayl və bu qrafik fayl deyil, səhvdir. Amma desəydi ki, qrafik fayl linkdir, ona düz olardı. Amma getdiyi yer qrafik fayl deyil. Lokal kompüterdəki səs faylına gedir deyir. Düzdür. İnternetdəki qrafik fayla gedir deyir. Qrafik fayl bastığım linkdir. Linkin özü qrafik fayldır. Göstərmişdim sizə necə qurulur. Video izləyənlərdən anlaşılmazlığı olan varsa bununla bağlı HTML-in son videosunu izləyə bilər. Orada bunun izahı var. Qoymuşum. Ondan sonra 12-yə qədər, yoxsa 12. Düzgün yazılmış yazılışı müəyyən edin. Image-dən sonra biz nə işlədirdik uşaqlar? CRC. Image-dən sonra href görmüsünüz? Yox. A href olur. Deməli bu image source da olmurdu. Image CRC olurdu. Bu da səhvdir. Bu da səhvdir. İkisi qaldı. D ilə. C. variantıdır. Amma ki image tagi nə ilənmir, bağlanmır deyə C getdi. Doğru cavab D'dir. Image tagi bağlanmır. Image sadəcə açırsan, içində yazırsan da image bağlamaya ehtiyac yox. Çünki uşaqlar, biri var cüt taglər. Cüt taglər nədir? TH-lar, hidlər, sonra bodylər, L'lər, ISO, TR-lər, bunlar cüt taglər. B-dır, I-dır, strong-dur, YM-dir, bunlar cüt taglər. Amma HR-dir, tək tagdir, bağlanmır, P-dir, P bağlanır. Başqa nə var elə bağlanmayan? Bağlanmayan. B-rı. Part var. Nə? Part kim oldu? Ref. Ref A-dadır, A-nın özü bağlanır. A-nın özü bağlanır, yox uşaqlar, A bağlanır. Bir də elə uşaqlar, bağlanmayanlardan biri də image. Image görürsünüz ki, bir dənə byte sətirdir və onu bağlamağa falan ehtiyac yox. Yəni orada slash hesab görməyəcəksiniz. Slash image deyə bir şey görməyəcəksiniz. D-ni götürdük. Sonra 12-dən sonra 14 müəllim. 14. Doğru yazılmış istinadı göstər uşaqlar. Yenə bax. Ref A, ref. Burada problem yox. Qol sözünə basıram, vuracaq. Burada problem nədir? Mənim orada problem A-nın içində yazmalı. Uşaqlar, özü A səhvdir, düz deyil. A-da səhv odur ki, HTTP yox. HTTP olmalıdır. 2 dənə T ilə P olmalıdır. Burada isə 1 T ilə P verilir. Deməli, bu ona görə səhv. Yenə burada da HTTPS olmalıydı. HTTPS yazıb. Olmaz. Hypertext Transfer Protokol. 2 dənə T var onun. Bu da G. Burada gəl digər problemini axtaraq. Məsələn, A, CRC. A, CRC. Bəyəm A-dan sonra CRC işlənir. Yox, A-dan sonra nə işlənir? A, ref işlənir. Burada CRC ola bilməz. Getdi, cavab qalındı. B variant. Görürsünüz, H, ref, HTTPS, problem yoxdur. Taksi.az, taksi. 14-dən sonra elədir videoları sizdən çəkəcəm. Siz indi işinizdə sizdə biraz sual olur. Bu videonu izləyənlərdə çox sual izahını görürsün. 11-lərlə çəkəndə bir dənə izah olur, ya 2 dənə sual izah olur. 10 dəqiqə falan həll olur. 16. Hansı variant
qrafik fayla istinad olduğunu göstərir. Qrafik fayla istinad. Demir istinad qrafik fayl olsun. Yəni şəklə keçid eləsin. Deyəm şəklə keçid eləyəndə image ilə başlayır. Xeyr, image şəkli qoyurdu. Bəli. Bütün istinadlar isə A hərflə başlayır. Onda Burada A serisi yazıb, image İmage serisi var. yazıb, image serisi yazıb. Image hamısı getdi, deyir var. 16-dan sonra 18 deyir ki, web səhifə üçün yaradılmış istinadlarla bağlı doğru fikri hansıdır? Kompüterin lokal diskində olan HTTP qovluğunda yerləşən ikt.az uşaqlar. Əgər bu lokal diskdə yerləşsəydi, burada HTTP yazılmaz. Və lokal diskdə heç vaxt www.ikt.az kimi bir şey yazılmır. Məsələn, lokal diskdə olanda belə olur. Məsələn, site.html genişlənməsində HTML olmalı sağ tərəfində. Bax, burada .az yox, .html olsaydı, deyərdim ki, lokaldır. Amma bu HTML deyil, lokalda deyil. Kompüterin lokal diskində olan yenə sözü deyil, getdi. Kompüterin lokal diskində yerləşən sözü deyil, getdi. İnternetdə yerləşən ikt.az səhifəsi. Yəni, doğru, insafdır ki. İKT sözünə basıram, mən ikt.az saytını var. İkisi bir dəqiqə düzəldir, bizdə də basın. Bu asan bir şey. İstinad düzgün qeyd edilməyib, xeyr, istinad düzgün. Doğru cavab 18-dən sonra səhv olan. 20 səhv. Hansı variantda qrafik fayl istinad göstərici kimi qəbul olmuşdur? Mən bayaq dedim, qrafikin üzərinə basanda gedir. Yəni, qrafik fayl linkdir. Harada link? Biri var, qrafik fayla keçsin, biri var, link qrafik faylın özüdür. A-qlum.az image CSS elə budur, yoxsa deyil mi? Bu düz oxşuyur. Mən burada bir səhv görmürəm. Çünki image CSS yazılan hissə linkin olduğu hissədir. Həmişə bu link burada yazılır. Bax, fikir edin, bax burada. Təbiət sözü. Təbiət sözü burada link. Təbiət sözünə basanda məni burada aparır. Təbiət sözünün yerində burada image CSS şəkili yazılır. Doğrudan image CSS belə yazılır. Yazılışda xəta yoxdur. BC ola bilməz də. BC ola görə ola bilməz ki, çünki burada image bağlanıb. Bəs image'in özü hanı? Var mı image? Image burada yazıb. Bəyəm image belə bağlayırlar. Ümumiyyətlə, birinci image təqidini bayaq kimi nə eləmir? Bağlanmayan təqid. Ona görə bağlayıb birbaşa variantı çıxa bilərsiniz. P-nin içində yazı B, bəs şəkil hanı? Şəkil yoxdur. Şəkil yoxdur, getdi. P-nin içində yazmanın səhv deyil, şəkilin olmaması səhv. Burada şəkil deyil. harada picture? Onu izləyirəm. Orada onu da izləyirəm. Bax, picture şəkildir, düzdür. Amma D-də mən dim sözünə basanda məni picture şəkilini aparacaq. Amma mənim linkin dimdir, sözdür, şəkil deyil ki. Link şəkil olmalıdır. Orada yazmışam, ən axırıncı, HTML-in ən axırıncı səhifəsində, cədvəlin içində var. Orada bir dənə diqqət Yəni, edək. belə olsaydı, birinci dim A gəlsəydi, Hə, belə olsaydı məsələn, dim.gov.az burada da yazılsaydı ki, slash bir dənə belə işarə, bu kiçikdir işarəsi. Kiçik işarəsinin içində image CSS bərabərdir picture.jpg onda düz olardı. Picture.jpg-yə basanda məni dim.gov.az atır. Bu da səhv, çünki image CSS ilə başlamalı. Bütün linklər A hərfi ilə başlamalı. Doğru cavabımız 20-dən sonra. Yalan səhv olma ihtimali yox. 21 var müəllim. 21. 3-dür. 20 səhv ola bilər. 21. Mən hansılarda şübhə edirəm? Elə sual var ki, bizim proqramda yoxdur. Abunə kitabında yoxdur. Onlarda şübhə ola bilər ki, bəzi hallarda. Normal bizim proqramda olan sualda böyük ehtimal səhv eləməyəcək. 21. Href, bayraq, HTML, bayraq, nəsə, belə bir şeydir. Deyir ki, hara istinad edir? Hara istinad edir uşaqlar? Bayraq.html yazıbsa və HTML yazıbsa, bu lokal səhifədir, kompüterimdə olan. Amma nəyə basanda ora gedəcək? Bayraq sözünə basanda. İnternetdəki görüntü faylına. Xeyr, internetdə deyil. Həm də görüntü faylına. İnternetdəki web səhifə. Xeyr, internetdəki web səhifə ola bilməz. İnternetdə deyil, kompüterimdə deyil. Kompüterimdə olmasaydı HTML yazılmazdı burada. .az, .gov. Bəli. Lokal kompüterdəki web səhifə. Düzdür. Kompüterdəki görüntü, xeyr, görüntü olsaydı burada
JPG falan olardı. HTML yox. HTML web səhifə demək. Başqa kompüterdəki web səhifə. 21-dən sonra varmı? 23 müəllim. 23. HTML kodu nəyə istinad edir uşaqlar? Bax, yenə klik sözünə basanda mənə aparacaq gmail.az online exam. Gmail.az yazıb. Az var. HTML yoxdur. Onda Lokal deyil. global Globaldır. Bax, lokaldırsa HTML yazın. Əgər linkin nöqtədən sağdakı hissəsində HTML yazılıbsa, bu lokal yerə keçiddir. Lokal bir yerə, lokal sayta keçiddir. Bəli, linkin nöqtədən sağdakı hissəsində HTML yazılıbsa, bu lokal sayta keçiddir. Və yaxud da lokal kompüterdəki web səhifəyə keçid. Amma yox. Linkdə əvvəldə HTTPS yazılıbsa və nöqtədən sağdakı hissə domain addırsa, domain adları bilirsiniz də, com, az, tr və s. Nöqtədən sağdakı hissə isə domain addırsa, onda bu internetdəki web səhifəyə keçir. Onda bu internetdəki web səhifəyə keçir. Yazdınız? 24 dediniz. Yaxşı sual oldu. Burada çünki çox sual sayılır. Yaxşı. Yaxşıdır, mən seçdim. Qrafik təsvirlərə istinad təyin etmək üçün hansı formada yazılışdan istifadə olunur? Yəni A-dan sonra CSS olar. A-dan sonra link olar. Yox. Link ref olar. Yox. image yoxdur. Deməli A Bundan doğru cevabımız 25'te səhv olan var mı? Yoktur. O zaman artıq 13.2 və 13.3-cü mövzuların da izahı yekunlaşır. Ümumi tapşırıqları vermişdim. Gələn dəfə yazın ev tapşırığı. Bəli, qrupa yazın. Video isə burada sonlandırılır. Bizi izləyənlərə təşəkkür edirik. Sağ olun.